Salam hörmətli izləyicilər, bu gün baxacağımız sual 11-ci siniflər üçün olimpiada suallarından sonuncu sual, yəni 25-ci sual. Sualımız bu şəkildə verilir, yəni tənlikdir, belə deyək. Buradan A-nı tapın deyir. Bu misalı həll etmək üçün diqqət edək, həllə baxaq. Deməli, ifadəyə diqqət eləsək, tənliyə diqqət eləsək, kökaltı ifadələrin dərəcələri cüt olduğundan kökün altı mənfi ola bilməz. Ona görə də biz kökaltı ifadələri böyük bərabər 0 deməliyik. Yəni burada kök altında x minus kök y, kökün altındakı ifadə x minus kök y böyük bərabər 0 olmalıdır. Bu hissədə kök altında mənfi x plus kök y verildiyi halda kökün altındakı ifadə, yəni mənfi x plus kök y böyük bərabər 0 şərti ödənməlidir. Digər tərəfdən bu hissədə də kök altı ifadə var, amma onun tərkibində dəyişən olmadığından onun üçün heç bir şərt verməyə ehtiyac yoxdur. Bu hissəni, bu şərti sadələşdirək, yəni bərabərsizliyi sadələşdirək. Buradan x böyük bərabər kök y. İkinci bərabərsizliyin hər tərəfi mənfiyə vursaq, olacaq mənfi 1-ə vursaq, x çıx kök y kiçik bərabər 0. Yəni mənfiyə vurulduğu üçün işarəsini dəyişəcək. Deməli, x çıx kök y kiçik bərabər 0. Buradan x kiçik bərabər kök y olar. Biz bilirik ki, sistem bərabərsizlikdə kəsişmə götürülür. Burada diqqət etsək, x böyük bərabər kök y və x kiçik bərabər kök y-dir. Buradan aydın görünür ki, x yalnız və yalnız kök y ala bilər. Yəni kəsişməsi hər ikisini ödəyən kök y-dir. Ona görə də x bərabər kök y. Deməli, biz verilən ifadədə x-in yerinə kök y yaza bilərik və ya kök y-in yerinə x yaza bilərik. Fərq eləməz. Biz buradakı verilən həllə diqqət etsək, biz x-in yerinə kök y yazdıq. Onun fərqi yoxdur. Deməli, kök y çıx kök y kök altında plus təbii ki, 2 kök verilibsə dərəcələr bir-birinə vurular və əsas yazılar 2-ni 2-yə vurduqda 4-ün dərəcədən kök 2, aşağıda məxrəcdə 1 plus, yenə biz x-in yerinə kök y yazsaq, olacaq belə, mənfi kök y plus kök y. Buradan çox rahatlıqla görünür ki, kök y-lər islah gedər, yəni bu böyük kök 0 olar. Aşağıda məxrəcdə də mənfi kök y ilə müsbət kök y islah gedər və burada qalar 0. Deməli, surətdə belə qaldı, 0 üstə gəlir. 4-cü dərəcədən kök 2, aşağıda isə məxrəcdə 1 plus 0 bərabərdir 8 üstə a. Deməli, 0-ın üzərinə 4-cü dərəcədən kök 2 gəldikdə elə öz edər, 1-in üzərinə 0 gəldikdə 1 edər və 4-cü dərəcədən kök 2-ni 1-ə böldükdə elə 4-cü dərəcədən kök 2 edər. Bərabər 8 üstə a. Buradan kökdən azad olsaq, deməli, olur belə, 2-nin üstü 1 böl 4. Deməli, əsasın üstündə qüvvət bölünür kökün dərəcəsinə 1 böl 4 bərabərdir. 8-i 2-nin kubu yazsaq, 2-nin kubunun üstə, yəni 2 üstü 3a deməkdir. Burada biz bilirik ki, əsaslar eynidirsə, üstlər də bərabərdir. Deməli, onda belə çıxır 3a bərabərdir 4-də 1-ə. Diqqət edək. 3a bərabər 4-də 1-ə. Buradan da hər tərəfi 3-ə bölsək, a bərabər 12-də 1. Yəni, cavab 12-də 1 olar. Biz bu hissədə verilən bu şərti yazmadan da həll edə bilərik. Yəni, bu hissəni yazmadan həll edə bilərik. Sadəcə biraz məntiqi olaraq diqqət edəsək, məntiqi həll olaraq baxaq ikinci suda. Yəni, buradakı məntiq nədir? Diqqət edək, burada x minus kök y-dir. Aşağıda isə kök y çıx x-dir. Yəni, 2 dəyişən var deyək. Məsələn, belə deyək, kökün kök altı ifadənin altında belə deyək, birində a çıx b-dir, birində b çıx a-dır deyək. Deməli, aydın məsələdir ki, burada a b-dən böyük ola bilməz və ya b a-dan böyük ola bilməz. Nəyə görə? Məsələn, a 4 olsun, b 2 olsun. 4 çıx 2 bu kökün altındakı ifadəni ödəyər, müsbət eləyər, amma aşağıda 2 çıx 4 mənfi eləyər. Deməli, aydındır ki, birində x çıx kök y, digərində kök y çıx x verilibsə, buradan tam aydın görünür ki, bu x və kök y bir-birinə bərabərdir. Bir-birinə bərabər olduğu halda eyni ədəddən eyni ədəd çıxdıqda 0 qalar. Deməli, bu kök altı ifadə 0-a gedər. Eyni zamanda bu kök altı ifadə də 0-a gedər. Onda surətdə 4-cü dərəcədən kök 2 qalar. 4-cü dərəcədən kök 2 də biraz öncə demişdik. Dərəcələr bir-birinə vurulur, əsas yazılır. Və məxrəcdə 1 qalar. 4-cü dərəcədən kök 2-ni 1-ə böldükdə bilirik ki, 4-cü dərəcədən kök 2 eləyər və 8 üstədə olduğu kimi qalır. Bu hissədə yerdə qalan hissədə sadələşmə aparmışıq. Ona görə də sol tərəfdə sadələşməni biraz fərqli apardıq. Diqqət edək.
Deməli, biz kökdən azad etmək üçün belə eləyək, dərəcə 4 olduğundan hər tərəfi 4-cü dərəcədən qüvvətə yüksəldək. 4-cü dərəcədən qüvvətə yüksəltsək, belə deyək, 8 üstü A-nın üstü 4. Bu deyək 8 üstü 4A. Burada kökaltı ifadənin üstü 4 yazdıqda 4 ilə kökün dərəcəsində 4 gedər, qalar 2. Deməli, bu 8-i də 2-yə gətirmək üçün 2-nin kubunun üstü 4A yazırıq. 2-nin kubunun üstü 4A-da 3-ü 4-ə vurduqda 2 üstü 12A eləyər. 2 üstü 12A bərabərdir 2. Yəni, burada əsasları eynidirsə, üstlər də bərabərdir. 2 özü yazıldı. Deməli, bunun qüvvəti 1-dir. Ona belə olur. 12A bərabərdir 1, A da bərabərdir 12-də 1. Deməli, burada cavab D bəndi olur. Bəli, biz artıq Olimpiyada 11-ci siniflər üçün respublika fənn olimpiadalar suallarından 25 sualın hər birinə baxdıq. Digər sual tiplərimiz daha çox gözlənilir. Funksiyalar, trigonometrik funksiyalar, trigonometrik tənliklər, trigonometrik bərabərsizlər mövzusu və fiqurların sahəsi, deməli, hərəkət, oxşarlıq, simmetriya mövzularından daha çox misal tipləri ən qısa zamanda həlləri ilə bircə veriləcək. Deməli, dəyərli şagirdlərimin xahişini nəzərə alaraq ilk öncə funksiyalar və fiqurların sahəsi mövzusundan misal tipləri texnika test topusundan daha çox ola bilər. Misal tiplərinin həllərini ən qısa zamanda verəcəm. Sağ olun, təşəkkür edirəm.